Bugün yüksək qan təzyiqi haqqında danışmaq istəyirəm. Nə qədər çox danışılsa da, müzakirə edilsə də, olduqca bu mövzu haqqında daha çox əhalimizin maarifləndirilməsi vacibdir. Çünki ürək-damar xəstəliklərindən ölüm və ağırlaşma halları olduqca dünyada və o cümlədən Azərbaycanda ciddidir. Çox tez-tez rast gəlinir. Yaş artdıqca da İnsanlarda qan təzyiqinin yüksəlməsini biz tez-tez müşahidə edirik. Qan təzyiqinin yüksəlməsi həm genetik faktorlarla bağlıdır, amma son bizim 21-ci əsrdə qan təzyiqinin yüksək olmasına səbəb olan faktorlar, biz onlara risk faktorları deyirik. Bunlar ilk növbədə passiv həyat tərzidir. Fiziki aktivliyin, idmanın, müntəzəm idmanın az olması və yaxud olmaması, oturaq həyat tərzi, spirtli içkilərdən, siqaretdən istifadə, artıq çəki və piylənmə, qidalanmada içində şəkər olan çox içəcəklər olsun, yemək, qida məhsulları olsun, tərkibində duz çox olan polofabrikatlardan və yaxud qida məhsullarından istifadədir. Bütün bunlar əlbəttə ki, qan təzyiqinin yüksəlməsinə gətirib çıxarır. Qan təzyiqinin də yüksəlməsi biz artıq hamımız çox gözəl bilirik, infarktlara, insultlara yol açır və ürəyin zədələnməsinə gətirib çıxarır. Ona görə qan təzyiqinin önlənməsi, yüksəlməsinin profilaktikası və yüksək qan təzyiqi olduqda isə onun qeyri-dərman, yəni dərmanla bağlı olmayan və yaxud dərman terapiyası ilə müalicəsi olduqca əhəmiyyət kəsb edir. Qan təzyiqinin yüksək olub-olmadığını necə bilərik? Tövsiyələr onunla bağlıdır ki, hər bir kəs yaşı 18 keçdikdən sonra mütləq qaydada ən azı ildə bir dəfə qan təzyiqini ölçməlidir. Əgər hansısa bu ölçülmələrdə qan təzyiqi yüksək olarsa, həkim qan təzyiqini daha yaxından təqib etməyi tövsiyə edəcəkdir ki, qan təzyiqi həmin şəxslər 6 aydan bir, 3 aydan bir ölçsünlər və yaxud daha tez-tez. Qan təzyiqi digər tərəfdən kimdə əgər yanaşı xəstəliklər varsa, şəkərli diabet olsun, artıq hansısa ürək-damar xəstəliyi varsa, beyin qan dövranı pozulubsa, insult keçiribsə, infarktlar keçiribsə, ürəyində stentlər varsa, şuntlama əməliyyatı keçiribsə, bu insanlar mütləq qaydada təzyiqlərini daha tez-tez yoxlamalıdır. Bəzi hallarda həkim müayinəsinə 4-6 aydan bir getmək tövsiyə olunur. Çünki qan təzyiqinin yanaşı xəstəlikləri, risk faktorları olan insanlar qan təzyiqlərinə düzgün nəzarət edə bilməsə, bu əlbəttə ki, daha çox ağırlaşmalara, fəsadlaşmalara gətirib çıxaracaqdır. Ona görə də qan təzyiqini biz çalışmalıyıq tez-tez ölçək evdəki aparatlarla, amma eyni zamanda hər həkim qəbulunda mütləq qaydada qan təzyiqi və nəbz ölçülməli və qeyd edilməlidir. Qan təzyiqinin hədəfi nədir? Hədəfi çox sadədir. Əzəldən bəllidir. 120-nin 80-ə ideal qan təzyiqidir. Amma bu o demək deyil ki, elə hamıda 120-nin 80 olmalıdır. İnsanlar var ki, onların gündəlik təzyiqi deyirlər, bəzən 90-ın 60-adır. Bəzilərində 110-un 70-ədir. Bəzilərində 128-in 80-ədir. Bunlar da normal hesab olunur. 130-dan aşağı olan, yəni yuxarı göstərici 130-dan aşağıdırsa, bu normal təzyiqdir. Bəzi insanlarda daha aşağı rəqəmlər onlar üçün rahatlıq gətirir. Amma ümumən götürsək ümumi dünya əhalisini 120 ortalama 80-ə bu gözəl bir rəqəmdir, idmançı təzyiqi, hətta biz loru dildə ona deyirik. Ona görə əgər siz hansısa vaxtlarda qan təzyiqinizi ölçmüsünüzsə, evdəmi, qonşudamı, aptekdəmi, ya xəstəxanadamı fərq etməz və təzyiqiniz 130-dan yuxarı olubsa, yuxarı rəqəm, aşağı rəqəm isə 85-dən yuxarı olubsa, mütləq qaydada həkimə müraciət etmək tövsiyə olunur. Bu, ola bilsin ki, hansısa səbəbdən baş veribdir, bir dəfəlik bir haldır. Amma həkiminiz müvafiq müayinələr aparmaqla sizə qan təzyiqinizi bir müddət daha yaxından izləməyi tövsiyə etməklə sizdə yuxarı qan təzyiqinin, yəni yüksək qan təzyiqi və yaxud hipertoniyanın olub-olmadığını aşkarlamağa, müəyyən etməyə köməklik göstərəcəkdir. Və əgər qan təzyiqiniz yüksəkdirsə, çox yüksək deyilsə, yəni 130-dan bir qədər yüksəkdirsə, o zaman həkiminiz sizə adətən qeyri-farmakoloji, yəni dərman təyin etməməklə, həyat tərzinizi dəyişməklə, sağlamlaşdırmaqla o qan təzyiqini aşağı salmağa köməklik göstərə bilər. Amma bəzi hallarda ya bu tam yetərli olmur və yaxud qan təzyiqi o dərəcədə yüksəkdir ki, 170-lər, 180-lər,
ki onlarda yalnız həyat tərzi ilə bu qan təzyiqini aşağı salmaq əzəldən bəllidir ki, mümkün deyil. Ona görə onlara həyat tərzi ilə yanaşı mütləq qaydada müvafiq dərman preparatı təyin olunacaqdır. Və bu dərman preparatlarının sayı da heç kimi qorxutmasın. Bir dərman da kifayət edə bilər, 2, bəzi hallarda təəssüf ki, 3 və 4 təzyiq salıcı dərman təyin etmək tələb olunur ki, qan təzyiqi normaya düşsün. Amma qan təzyiqini normaya salmaq olduqca önəmlidir. Hansı dərmanla bağlı olmayan vasitələr bizə köməklik göstərə bilər və yaxud tədbirlər yardım edə bilər? Əgər biz müntəzəm idman ediriksə, müntəzəm idman qan təzyiqini 10 mm civə sütununa qədər aşağı sala bilər. Yəni kimdəsə təzyiq 135-in tutaq ki 85-ədirsə, idman eləyərsə müntəzəm, onun təzyiqi normaya düşə bilər. Bədən çəkisi artıqdırsa və yaxud piylənmə varsa, çəkinin heç olmasa 5-10% azaltmaqla biz qan təzyiqini yenə də 10 mm, bəzi hallarda isə 15 mm civə sütunu azaltmasına nail ola bilərik. Duzun miqdarını, gündəlik duz istehlakını 5 qramdan aşağıya endirə bilsək və sabit olaraq 5 qramdan az istehlak eləsək duzu gündə, bu qan təzyiqinin 5-9 mm civə sütunu azaldılmasına köməklik göstərə bilər. Yəni beləliklə qeyri-farmakoloji, yəni həyat tərzini dəyişdirməklə, pəhriz saxlamaqla, idman etməklə biz qan təzyiqimizi əhəmiyyətli dərəcədə normaya sala bilərik. Amma dediyim kimi, bu bəzi hallarda, bir sıra xəstələrdə yalnız bununla qan təzyiqini normallaşdırmağa müvəffəq olmaya bilərik. Ona görə də dərman preparatından istifadə çox vacibdir. Xüsusilə stenti olan insanlar, şuntlama əməliyyatı keçirmiş insanlar, şəkərli diabeti olan, qan təzyiqi çox yüksək olan insanlarda dərman terapiyası olduqca önəmlidir. Həmin insanları infarktlardan, insultlardan, ölümlərdən qorumuş olur. Ümid edirəm ki, bu məlumatlar sizin üçün, hər biriniz üçün faydalı olacaqdır. Sağlam olun, sağlam qalın.